Başladık. Mövzu oldu. Markerde götürüp erken yeni dövür. Tapda səhifəsini. Erken yeni dövür. Yaş. Biz dövrləri böləndə demişdik. Ta qədim dövür. Hansı dövrlərə verir? Ta qədimdən 13'e qədər. İntibah dövrünə vaxtıydı. 11-12. əsr. Orta dövür 13-16. İndi gəldik, ardıcıl gəlirik. Onun arxasıca nə gəlir? Yeni dövür, erken yeni dövrdə deyirik. Yeni dövür. Yeni dövür. Aha. Neçənci əsrə rahat edir? 17, 18. Deməli, yeni dövrün mərhələləri var idi. Birinci mərhələ alırıq. Biz indi bugün keçirik buranı. Bura deyirik erken yeni dövür, 17-18. Bəs yeni dövrün ikinci mərhələsi 19-cu əsr, yeni dövrün üçüncü mərhələsi 19-un sonu, 20-nin əvvəli. İllə desək 1890, 1920. 20-ci ildə nə baş verdi? Cumhuriyyət süquta uğradı, Sovet hakimiyyəti quruldu. Bundan sonra geldi en yeni dövür, onu da bir yardımcıza salaq. 1991. Geldik. En yeni dövür 1990. Buradan xətt çəkək. Birinci mərhələsi 1990'dan, üzr istəyirəm, 1920'den Sovet hakimiyyəti quruldu. 1991-ci ilə kimi bu oldu Sovet dövr ədəbiyyatı. O da kilseye böyle. Aha. 20-ci illər, 20-60-cı illər Sovet hakimiyyəti qüvvədə olduğu, yəni tüğyan elədiyi vaxt, zəiflədiyi vaxt, azadlıq hərəkatının qalxdığı, 91-ci ildə müstəqillik, ən yeni dövrün son mərhələsi 1991'den bu günə qədər. Bunu yadımıza salın. İndi biz bunu izah edirik. Bax. Bu elə bir devr idi ki, bu 17-18-ci əsr. İki əsrdir də. Bax, bu əsrdə 17 ilə 17'nin özünü müqayisə eləyəndə nə görürük? Burada onu şahid oluruq ki, 17-ci əsrdə ənənəçilik prinsipi var idi. Ənənəçilik nə idi? Yəni, klasik üslubda yazmaq, sufizm, əruz vəzinə yazmaq, klasik ədəbiyyat şeir janrı, qəzəl, qəsidə, qitə, ilahi eşq. Bu ənənə idi də, ənənəçilik prinsipi. Burada ənənəçilik üstünlük təşkil edirdisə də, 18-ci əsrdə, 18-ci əsrdə Molla Fəna Vaqif bir revolüsiya elədi. Yəni, yenilik elədi, bəli. Realizmin əsası qoydu. 18-ci əsrdə nəyin? Realizmin əsası qoydu. Burada xəlqlik, şeir, bax, bu dövr ədəbiyyatına, bu dövr ədəbiyyatına müqayisə edilir ki, bu dövrdə ana dilinə daha çox üstünlük verildi. Bu dövrdə xəlqlik prinsipi daha çox hökm sürməyə. Bəli, bu dövrdə şifahi xalq ədəbiyyatı daha çox inkişaf eləməyə başladı. Yəni, bu dövrdə yazılan əsərlərlə, bu dövrdə yazılan əsərin müqayisə ilə görür ki, burada yazılan əsərlərin dili daha aydın, anlaşıqlı, sadə, xəlqlik nədir? Xalq danışıq dilinə yaxındır. Məsələn, Vaqifin qəzəlində oxu, Füzulinin qəzəlində oxu. Qəbilində hansı anlaşıqlıdır? Füzulinin qəzəlini lüğətsiz oxumaq mümkün deyil. Çünki ərəb fars sözündə çox yüklüdür. Amma Vaqifin qəzəlini oxu, rahat başa düşürsən. Niyə? Xəlqlik var, sadəlik var, aydınlıq var, xalq danışıq dilinə yaxınlıq var. Aydındır. Burada məsələn real eşqə daha çox üstünlük. Real eşqə daha çox. Bax, indi testlərdə səhv götürmürlər, gətir. Sən əsər fikrin məndədir. Qulaq. Testlərdə qətiyyən səhv götürmür. Bu dövrdə, yəni erkən yeni dövrdə ənənəçilik prinsipinə son qoyulmadı. Məsələn, farsça yazmaq ənənəsinə son qoyulmadı. Qəzəl, qəsədə falan, o saray ədəbiyyatı, klasik şeir janrları deyirik də. O janrlarda yazmaq ənənəsinə son qoyulmadı. Farsça yazmaq yenə davam elədi. Sadəcə zəiflədi. Bax, testə yazır ki, bu tamam bitti, ana dili nə belə hamı ana dilində yazdı, xalq danışıq dilində qoşuma gəraylı bunlara daha çox üstünlük verildi, müxəmməs bunlara daha çox üstünlük verildi, o səhv cavab. 19-cu əsrdə Seyyid Əzim Şirvani yadda saxlayın ki, Füzuli də onun sonu. Seyyid Əzim Şirvaniyə Füzulinin yer üzündəki kölgəsi deyirlər. Yəni 19-cu əsrdə hələ Seyyid Əzim Şirvani bu klasik şeir janrında yazıbsa, demək o ənənə hələ də bitməyib. Zəifləyə bilər, amma bitmədi. Aydındır.
Sonra gəlin görək, indi bir hamısını izahını verəcək. Yəni burada məsələn hansı janrın qızıl dövrü başladı? Dastan janrı. Dastan. Şifahi xalq ədəbiyyatı nümunələri o qədər ona üstünlük verildi, inkişaf elədi ki, dastan janrı özünün qızıl dövrü yaşadı. Ən məşhur dastanlarımız bu dövrdə yarandı. Aydındır. Gəlin də xırdal bu dövrün nümayəndələri kimlərdir? Onlar hansı dildə yazıb, hansı janrda yazıb, dövrün başqa yenilikləri nə olub? Bir hamısını getdik xırdalından izahını verək. Yaxşı, demək səhvə 98 yəqin ki, açdısanız. Bu dövrdə uşaqlar tarixdən də bilərsiniz yəqin ki, 18-ci əsr Azərbaycanda necə dövrüydü? Siyasi vəziyyətdən Azərbaycanda xanlıqlardı. Azərbaycanda xanlıqlardı, düzdür? Həmin dövrüydü. İndi baxaq, bu dövrdə ədəbiyyat necə olub, necə inkişaf edib, dövrdə baş verən o siyasi hadisələr ədəbiyyata necə təsir edib. Bu dövrdə bir vacib verən tercəm altını xətt deyərsiniz, çünki testə düşən yerlərdir. Bu dövrdə ədəbiyyatda sadəlik, bayaq da dediyim kimi, sadəlik, xəlqlik və realizm. Realizmin əsasını kim qoydu dedik? Onlar, Pənah, Vaqif. Realizmin əsası deyərkən, bax, bura qədər, Vaqifə qədər, o, məsələn, gözəllik tərənnüm edir, elə o xəyalən təsəvvürdə canlandırılmış bir gözəllikdir. Dəhnamə oxuduq, oradakı pəri, düşünülmüş, tam təxəyyülə söykənən bir obrazıdır. Və ya eşq deyəndə ilahi eşqə daha çox üstünlük verilir. Amma Vaqif neylədir? Vaqif ilk dəfə gözü gördüyünü, real qızdır, gözü gördü, onu başladı tərənnüm eləməyə. Qızı elə gözəl canlandırır, elə bədi portretini verir ki, elə bilirsən, yəni gözün önündə bir anlıq canlanır. Oradakı eşq real eşqdir. Və hətta Kür qırağına getdi, yadınızdadır İbrahim xanlar. İlk dəfə bu devirdə, yəni Azərbaycan ədəbiyyatının, Azərbaycan hansısa bir coğrafi mövqeyini, ərazisinin təsviri verildi. Adınla çəkdi, Kür qırağına getdi, gördü. Necə gördüsə, hayf ki yoxdur da, orada Kür qırağının Əcəb seyrəngahı var, yaşlı başlanan sahib yoxdur. Bu qoşması. Yəni, nə gördü, onu yazdı bu adam. Orada çatışmazlıqlar nələr idi, yaxşı tərəfi nə idi, pis tərəfi nə idi, hamısı nizamını verdi, realizmdir. Demək, əsas nədir? Bu dövrün xüsusiyyəti xətt çəkin altından sadəlik, xəlqilik və realizm, sadəlik deyərkən, yəni bu dövrdə yazılmış əsərlərin biri o qədər sadə, anlaşıqlı, xalq danışıq dilinə yaxın idi ki, oxuyub başa düşməmək mümkün deyil. Sonra gəldik. Bu dövrdə xəlqilik üstünlük təşkil edirsə, sizcə əruz vəzni daha çox üstünlük? Təbii ki, hecə vəzni. Hecə vəznindən də bu iki janra, bax, bu iki janra yazıram. Qoşma, bir də müxəmməs. Bilirsiniz ki, müxəmməs eyni bayatı kimi həm yazılı ədəbiyyatda var, həm şifahi ədəbiyyatda var. Müxəmməs həm klassik şeir janrlarında var, həm də hecə vəznində, aşıq şeiri janrında belə deyim də. Müxəmməs, ən çox bu iki şeir, bu iki janra üstünlük verilir. Bu dövrdə hecə vəzni, üstünlük hecə vəzinə verilib, ana dilinə verilib, janr kimi də qoşma və müxəmməsə verilib. Üstünlük bundaydı. Bu dövrdə hətta sizə bir şey deyil mi? Yazılan əsərlər var. Məsələn, poemalar yazılırdı, mənzum hekayələr yazılırdı. Mövzunu hardan götürürdülər? Şifahi xalq ədəbiyyatından. Mən çox da məsələn, nağıllardan. Nağıllardan mövzunu götürürdülər, hekayə kimi, mənzum hekayə kimi işləyirdilər. Və ya epik poema deyil, epik şeir nədir? Poema. Poemalar mövzusu hardan götürürdü? Şifahi xalq ədəbiyyatından, xüsusilə nağıllardan. Yəni, folklora o qədər önəm verdilər. Keçdik. Burada nə deyir? Şairlər daha çox hecə vəznində ana dilində dedik bunu. Molla Pənah Vaqif yaradıcılığı ilə ilk dəfə Azərbaycan ədəbiyyatının bayaq vurğuladığını qeyd elədiyim Kür qırağının timsalında ölkə coğrafiyasının əksindən istifadə edilir. Yəni, ilk dəfə Azərbaycan ədəbiyyatında Azərbaycanın hansı bir bölgəsinin konkret adı çəkildi, təsviri verildi. İlk dəfə bunu Vaqif elədi. Hansı əsərində? Hayır ki yoxdur. Hayır ki yoxdur. Şeirin qoşmanın adı olur. Hayır ki yoxdur. Sadəcə Kürün qırağının, orada yaşayan kəndlilərin, orada yaşayan, onların həyat tərzi göstərirdi orada. Sonra keçdik, klassik şeir janrlarında, yəni əruz vəznində yazılmış şeirlərdə məzmun formaca xəlqiləşmə prosesi. Bu nə deməkdir? Bax, uşaqlar, əruz əsərlər o klassik şeir janrında yazanlar da var mı? Məsələn, Sahib Təbrizi, tutaq ki, Qövsü Təbrizi, Sahib Təbrizi əruz vəznində yazır. Əruzda yazsalar da, orada da mövzu
yəni şifahi xalq ədəbiyyatından götürülür. Orada da xəlqiləşmə var. O əruz vəznində yazılsa da dili anlaşılıqlıdır. Orada da yəni aydınlığa, anlaşılığa, xəlqiliyə üstünlük verilir. O bayaq dedim ki, məsələn Füzuli ilə müqayisədə bu dövrdə yazılmış əruz vəznində şeirlər daha asandır oxumaq, daha anlaşılıqlıdır. Nəinki Füzulinin qəzəlini oxumaq. Sonra keçdik. Vacib yerləri deyim sizə. Şifahi xalq yaradıcılığının yazılı ədəbiyyata təsiri bunu dedik. Ədəbiyyat daha sadə dildə, xalq dilinə yaxın, anlaşıqlı. Nikbin nədir, bərbin nədir? Aha, nikbin, xoş əhval-ruhiyyə, pozitivlik, həyata ümidlə baxmaq, həyatdan zövq almağı bacarmaq, şən, şux, deyən, gülən, bu nikbinlikdir. Bizim nikbin şairimiz kim idi? Molla Pənah Vaqif. Bunun tam əksi. Bərbin şairimiz kim idi? Molla Pənah Vaqif. Molla Pənah, Molla Vəli Vidadi. Molla Vəli Vidadi. Bunlar həm möhkəm dostu olub, həm də həyatda quda olublar. Həyatda quda olublar. Vaqifin oğlu Vidadinin qızından. İkisi də Qazaxdan. Yəni Vidadi bərbin idi, Vaqif nikbin idi. Baxmayaraq ki, iki möhkəm dostuydu, amma fikir ayrılığı var idi bunların arasında. Demək, bu dövrdə yazılmış ədəbiyyatda nikbinlik, Vaqif ola bərbin şeir yazır. Düzdür, ömrün sonuna yaxın yazdı. Amma sonuna yaxında. O çılğın vaxtlarında nikbin idi. Realizmə meyl, Vaqif və Molla Vəli Vidadinin yaradıcılığında, bayaq da bunu vurguladıq, realizmin əsasını onsuz Vaqif qoymuşdu. Dastan yaradıcılığı, dediği özünün qızıl dövrünə yaşayıb, bu dövrdə yaranmış dastanlar. Həm məhəbbət dastanları yarandı, həm qəhrəmanlıq. Məhəbbət dastanlarına məsələn Əsli Kərəmdir, Şah İsmaildir, Tahir və Zöhrədir. Onun adı burada verilməyib, yaza bilərsiniz. Abbas və Gülgəzdir. Bunlar məhəbbət dastanları. Nə? Yox, o yazılıdır. O yazılıdır, o dastan deyil, o yazılır. Məsələn, nəsədir? Vərqab və Gülşən məsələn yazılır və yaxud şifadır. Qəhrəmanlıq dastanı isə məşhur dastanımız Köroğlu. 17-ci əsrdə Cəlalilər üsyanı baş verdi. Bu üsyanla bağlı yaranmış dastandır. Xalq o üsyanın rəhbəri, üsyan iştirakçılarının adını əbədiləşdirmək üçün neynədi? Köroğlu dastanını yarattı 17-ci əsrdə. Yada qalan bir də Dədə Qorqud dastanı falan götürərsiniz. Dədə Qorqud dastanı bu dövrün məhsulu deyil. Qəhrəmanlıq dastanıdır, düzdür. Amma bu dövrün məhsulu deyil. Yox. Sonra qəhrəmanlıq, bunları dedik. Sonra Vaqif yaradıcılığı, yenilik. Yeniliyə ədəbiyyatda deyilmir. Tezdə qabanıza çıxar, novatorluq da deyilir. Novator. Novator. Bu şəkildə. Zəbə qalb burada var. Səsim var. Novator nə deməkdir? Yenilikçi. İlk dəfə realizmin əsasını qoydu da tamam yeni bir şeylərdir. Gəldik nəyə? Şifahi ədəbiyyatın bax bütün janrlarında, yəni bir təkcə dastan janrı deyil, bütün janrlarında inkişaf var idi. Bunu da belə yadda saxlayın. Xalq yaradıcılığı mövzu, məzmun, forma baxımından özünün əvvəlki ədəbiyyatımızdan xeyli fərqlənir. Dedik, bayaq qeyd elədik. Tərki dünyalıq, bu klassik ədəbiyyatın mövzusudur. Yadınıza gəlir Gülşənişinlər demişdik. Hətta həmin dövrdə Gülşənişinlər var idi, çəkilirdilər bir otağa. Aylarla onların üzünü görmürlər. Ancaq məsələn, müəyyən ehtiyacları ödəmək üçün çölə çıxırdılar. Aylarla qapanırdılar bir otaqda, başladılar Allah ibadət eləməyə. İbadətlə məşğul olmaq. Onları Gülşənişinlər deyirik. Buna tərki dünyalıq da deyirik də. İndi bu dövrdə artıq belə şeylər yoxdur. Belə sıxıcı şeylər, tərki dünyalıq falan filan, sufizm. Çox zəiflədi. Var ya, amma zəiflədi. Bax, sonra demək, harada qaldıq? Demək, dövrün ən çox o tərki dünyalıq hardaydı, itirdim onu. Axırda solda Nəsə, bildiniz də buranı. Dövrün ən çox istifadə edilən janrları bayaq da vuruladım. Qoşma ilə müxəmməsdir, ən çox istifadə olunan. Qəzəl janrından bu, yəni heca vəzində qoşma, müxəmməs. Qəzəl janrından mürəkkəb məcazlardan artıq az istifadə olunur. Görsən, demir, az istifadə eləmədilər. Demir istifadə eləmədilər. Testama deyir ki, tamam, yəni əlaqə. Bəli, əlaqə kəsilmədi. Amma az istifadə edilir.
Tərk dünyalığa çağırır, sufizm ideyaları bu dövrün ədəbiyyatında bax yenə deyir, altından xətt çək, azalır deyir. Tamamən itmədi, azaldı. Qoşma ilə yanaşı başqa hansı janrlar inkişaf elədi? Təhcə o ikisi mi? Ən məşhuru bunlar idi. Var idi, gəraylı da var, təcnis də var. Təcnis də bilirsiniz, qoşmanın formaca fərqli xüsusiyyətidir. O da qoşmalıdır, formaca fərqli xüsusiyyətidir. Bayatı janrından, məsələn, Saraşov bu dövrdə qəşəng bayatılar yazdı, Molla Vəli Dali bayatılar yazdı. Bundan əvvəl orta dövrdə kim idi bayatı yazan? Şah İsmail Xətay, orta dövrdə doğru yazan. Gəldik, burada deyir, bu dövrdə epik şiir. Epik şiir söhbət nədən gedir? Poemadan. Epik şiir söhbət gedir poemadan. Hətta bu dövrdə, baxın, biz adətən poema keçində deyirik ki, lirik poemalar ya lirik epik olur, ya da epik lirik olur, düzdür. Amma bu dövrdə hətta tarixi epik poemalar yazılır. Tarixi epik, testdə var. Testdə qavanıza çıxanda bu dövrdə tarixi epik poemalar var idi. Gəldik. Bu dövrdə epik şeir və bədii nəsrdən istifadə edilirdi. Bu da daha bir xüsusiyyəti. Mövzunu da bayaq dediyim kimi, bu epik şeirdə poemaları, mənzum hekayələr harada mövzusunu götürürdü? Şifahi xalq ədəbiyyatından, xüsusilə də nağıllardan. Burada da onu demişik. Keçdik. 17-ci əsrdə ədəbiyyatımız daha çox ənənəçilik üzərində qurulmuşdu. Ben də etməyə bayaq ki, vurguladım. Burada ənənəçiliyə daha çox üstünlük verilirdi, amma burada hər şey dəyişdi 18-ci əsrdə. Burada da bunu deyir, novatorluq, söhbət gedir realizm boğultudan müəllifdən. Keçdik bu tərəfə. Tarixi epik poemaların, bax bu altını xətləyin, çünki burada uşaqlar səhv eləmişdi keçən il, döndülər təzən kitabdan axtardılar, tapdılar. Bu dövrdə nə yazılıb başqa? Tarixi epik poemalar, tarixi mövzudur. Bir də tarixi mənzumələr, bədii nəsrin ardıcıl yaranması. Yadda qaldı? Bədii nəsr, tarixi mənzumə, tarixi epik poemalar. Bu dövrdə yazılıb. Xalq yaradıcılığı nümunələri, indi gəldik bura yaralı yerimizə. Bugünkü gün görürsünüz, məsələn, mahnılarımız, Sarıgəli mahnısıdır, bizim bir çox bayatılarımızdır, şeirlərimizdir. Ermənilər elə qəşəng göz adlarına çıxıblar, mənimsiyiblər, mənimdir. Aysə, harada sənədir? Orada təbliğ olunan türkündür. Orada türk təbliğ olunur, türk təriflənir, türkün xarakteri xüsusiyyəti var. Orada məhdliyə getdiysən də o var. Olmayan şeylər söyləyəcəksə. Bu bilirsiniz nə ilə bağlıdır? Bu devirdə bizim folklor nümunələrimiz erməni və gürcü dillərində yazıya alınır. İndi səbəbini bildinizmi ki, niyə öz adlarına çıxıblar? Bizim folklorumuz o qədər inkişaf elədi bu dövrdə. Erməni və gürcü dilində yazıya alındı. Onlar özləri və onların ədəbiyyatına bizim ədəbiyyatımız çox təsir edir. Çox təsir edir. Öz dilində yazıya aldı, indi öz adına çıxıb ki, mənimdir. Haradan oldu sənin? Bununla əlaqədardır. Bax, burada bu dildə yazıya alınır. Bu dövrdə müraciət edən mövzular həmişəki kimi. Sizcə ədəbiyyatda mövzu nə olar? Məhəbbət mövzusu 1, gözəlin tərənnümü 2, təbiət təsviri 3, ictimai mövzu 4, burada bir dənə vətən həsrəti. Vətən həsrəti, ayrılıq onsuz. Məsələn, mən candan usandırda da ayrılıq var da, şəbi hicran yanar canım, ayrılıq gecəsi canım yanar. Ayrılıq mövzusu da var. Burada fərqli bir dənə vətən həsrəti. Buna da rast gəlmişik. Harada Xaqani Şirvani, Şamaxı, ey mənim sevimli yurdum, mən sənin qoynunda xalimə vurdum. Həsrət var da, orada vətən həsrəti var. Yəni mövzu dəyişmir. Fikir versiniz, həmişəki mövzular yenə davam edir. Hər mövzuda əsər yazılır. Hər mövzuda. Vətən həsrətidir, ayrılıqdır, vüsaldır, hicrandır və s. Həmişəki mövzularımız. Sonra gəldik, burada nədir? 17-ci əsrdə Azərbaycan şeirinə həyat həqiqətlərinə doğru meyil. Axı, burada biz dedik, realizmdən əsası qoyuruq da, reallığa, həyat həqiqətlərinə meyil, buna meylənir bütün şairlər. Bu haqda yazmağa başlar. Daha xəyal, xülya, təsəvvür, düşüncə tərzi yox, realına var, ona baxılır. İndi gəldik nəyə? Buranı da demişik, o Füzuli tilsimi ki var, Füzuli tilsimi onu hələ də qıra bilmirmişdilər. O tilsim hələ də qırılmamışdır. Bir çəki deyirəm də 19-cu əsrə qədər Seyyid Əzim Şirvaniyə qədər gedib çıxıb, tilsim qırmaq mümkün deyil. Bu dövrdə də məsələn, bu dövrün Füzulisi kim idi? Sahib Təbriz. Sahib Təbriz, Füzuli ənənəsinin bir nömrəli davamısı. Hətta sizə bir şey deyilmi? Mən Sahib Təbrizinin həyat yaradıcılığının qəzəllərini də araşdırmışam.
demək olar ki, Füzuliyə bərabər yazıb. Onun o qədər fəlsəfi şeyləri var, o qədər belə açıqlaması, hələ də açıqlanmayan qəzəlləri var, yox Sahib Təbrizinin. Dərinə gedəndə də baxırsan, qəzəl gedir elmə söykənir, izahı gedir elmə söykənir. Həqiqətən qəşəng qəzəllər var. O Aqil müəllimin soyadı yadından çıxıb, Aqil müəllimin o qəzəl şurnasdır, o həmişə belə qəzəllərin açıqlamasını verir. Sahib Təbrizin bir qəzəlin bir dəfə açıqlamasını verir, o qədər xoşuma gəlir ki, elə sirlər var orada mətn altı belə mənaları, yəni belə oxusan başa düşməzsən. İzahdan sonra baxırsan ki, mükəmməl şeydir. O linki göndərərəm, baxarsınız, yaxşı, yadını salarsınız. Gəldi Sahib Təbriziyə. Gəlin görə Sahib Təbrizidə bu Təbrizin məsələsinə gəlin bir nəzər salır. Bax, bura yazılan Təbrizi. Təbrizi adı çoxdur ədəbiyyatda. Gəlin bunu qarışdırmayaq, bir dənə bu Təbrizilərə baxaq. Demək, Təbrizi var, Qətran Təbrizi. Qətran Təbrizi neçənci əsr idi? 11-ci əsr, əla. Sonra gəldik, 14-cü əsrdə biz hansı Təbrizini keçdik? Əssar Təbrizi. Mehir və Müştəri var idi əsəri. Aha, Əssar Təbrizi. Bu neçənci əsr idi deyəcək? 14. Sonra gəldik Said Təbrizi. Bu neçənci əsrdə? 17. Bir də var Qövsi Təbrizi. Bu neçənci əsrdir? Bu da 17. Kitabda 18 yazılır. Orada səhv düşür, 18 deyil. Mən bunu araşdırdım da, çünki testə düz gəlmirdi. Məcburən araşdırdım, axtardım. Qövsi Təbrizi 17-ci əsrdə, 17 deyil, yoxsa testlərimiz düz düşməyəcək. Gəldik 17-ci əsr. Demək, neçə Təbrizi ilə tanış olduq? 1, 2, 3, 4. Qətran Təbrizi, Əssar Təbrizi, Said Təbrizi və Qövsi Təbrizi. Bu Təbriziləri bir-birinə qatmayı xahiş edirəm. Oldu. Dövrlərində qarışdırdı əsərlərində. Əssar Təbrizinin hansı əsərini dedik? Mehir və Müştəri. Hansının bəs Təbriz haqqında, Təbriz zəlzələsi haqqında mənsubəsi? Qətran Təbrizi. İlk saray şairi hansı idi? O da Qətran. İlk farsça yazan Qətran. Və Ət-Təfasir lüğəti bunlardan hansı idi? Ət-Təfasir lüğəti. O da Qətran Təbrizi. Aydındır? Bunu da keçmişik, indi bu ikisinin üstündə gəlib. Bugün də bu Sahib Təbrizi və Qövsi Təbrizi tanış olun. Yaxşı. Gəldik Sahib Təbriziyə. Dedik, dövrün Füzulisi dedik. Başqa gəlin, bu Sahib Təbrizi o qədər açıq sözlü adam idi ki, zamanənin dövrün nə çatışmazlığı var idi, nə eybi var idi. Açıq şəkildə etirazını bildirir. Açıq şəkildə, qorxmadan çəkinmədən. Testə də düşəndə açıq şəkildə etirazını bildirən kim idi? Sahib Təbrizi. Və ilk dəfə Hind üslubundan kim istifadə edib? O da Sahib Təbrizi. Hind üslubu da biz nədir? Orada daha çox hikmət-tamiz. Elə bil ki, bizim ustad nümunələrimiz var mı? Bax, ona bənzər bir şeydir. Burada daha çox Hind üslubu da hikmət-tamiz şeylərdən daha çox istifadə olunurdu. Sonra həyat həqiqətləri burada daha çox açıqlanırdı. Söhbət gedir Sahib Təbrizdən. Gəlin görək də hansı dillərdə yazıb, hansı qəriblik mövzusunda və vətən həsrəti mövzusunda kim yazır? Onu da Sahib Təbrizi. Müxtəlif ölkələrdə yaşayıb bu adam. Müxtəlif ölkələrdə yaşayıb, amma ürəyi Təbrizdə gedir. Ona görə onun bir şey qəzəli var, orada deyir, hər quşa öz yuvası, hər insana öz vətəni. Bu cümlə kimindir? Bu beyt kimindir? Sahib Təbrizinin. Qürbət görür bu adam, vətən həsrəti çəkir. Sahib Təbrizi, Füzuli ənənəsi dedik, dövrünün Füzulisi dedik, Hind üslubu dedik. Hind üslubu deyərkən söhbət nədən gedir? Hikmətamiz fikirlərdən, nəsətamiz fikirlərdən, bunu da dedik. Ana dilində altından xətt çək və xüsusən hansı janr? Qəzəl janr. Altından xəttdir. Bilirsiniz, Füzulidə qəzələ çox üstünlük verir baxar. Bu da onun davamçısıdır. Ana dilində yazdığı şeylərdə, xüsusən qəzəllərində nədən danışır? Yəni, orada göstərir ki, sevən insan mənən zəngin olur. Əgər söhbət, yəni sevgi deyərkən burada hər şey sevməkdən söhbət. Yəni Allahı da sevməyə bacarmaq lazımdır, insanı da sevməyə bacarmaq lazımdır, vətəni də sevməyə bacarmaq lazımdır. Sevməyə özü bir bacaraqdır, özü bir istedaddır. Sevən insan, həqiqi sevən insan mənən zəngin olur. Onun mənəviyyatı zəngin olur. Bundan danışıq. Demək, bunu nədə göstərdi? Hansı janrda göstərdi? Qəzəllər. Hansı dildə yazılır qəzəllər? Ana dildə yazılan qəzəllərin mövzusu demək olar ki, bundan danışır. Gəldik nəyə? Dövrün zülm və haqsızlığına, bu deyə açıq şəkildə etiraz bayaq dedik. Müxtəlif ölkələrdə yaşasa da qəlbi görülür. Nə ilə? Təbrizin. Həmişə Təbrizin adını çəkir. Sonra gəldik Məsihi. Hansı əsəri?
Vərqa və Gülşah. Vərqa və Gülşah. Vərqa və Gülşah əsəri testdə o düşsək müəllimə nə götürüb? Məhəbbət mövzusu götürüb, yoxsa qəhrəmanlıq? Bu ikisi vəhdətdə birləşir. Siz orada qəhrəmanlıq nədən söhbət edir? Burada, yəni bunların bu iki aşıqın qovuşmağı üçün, sakin, bu iki aşıqın qovuşmağı üçün müxtəlif çətinliklərdən keçirlər. Qarşılığında müxtəlif maneələr olur. Və əgər bir həqiqətən sevirsənsə, bütün çətinlikləri aşmağa bacarmalısan. Bütün maneələri dəf etməyə bacarsan. Mübarizə aparmalısan. Biri var, məsələn, iki aşıq sevir bir-birinə. Hə, qarşısında bir problem çıxdı. Bunun atası vermədi, bunun anası vermədi və ya bunu başqası mı sevir? Misal üçün deyirəm də. Bu artıq bir maneədir, problemdir. Biri var, bu problem qabana çıxan kimi geri çəkir əsər. Biri də var, problem kimi qəbul eləmədə, onun həlli yolunu axtarır, mübarizə aparır. Bunlar mübarizə aparır, çox çətinlikdən keçir, qəhrəmanlıq göstərir, amma haqqında zildir. Məhəbbət, qovuşmaq üçün mübarizə aparmaq lazımdır. Bu da nə deməkdir? Burada da bir qəhrəmanlıq var. Burada qəhrəmanlıqla məhəbbət vəhdətdədir. Yəni, qovuşmaq üçün sevgilərin yolunda qəhrəmanlıq göstərib mübarizə aparırlar. Aydın oldu. Gəlin, indi keçdik bu tərəfə. Qövsi Təbrizi. Gəlin görək Qövsi Təbrizi. Hansı dildə yazır, nələr yazır, nələ məşğul olur. Yaxşı, dünyəvi şeirlər altından xətt çəkir. Şeirlərinin mövzusu nədir? Dünyəvi mövzudur. Dünyəvi şeirlər müəllifidir. Bu da nədən şikayət edirdi? Bunun şikayəti nə idi? Qövsi Təbrizi dövründən şikayət edir ki, elə bir dövrdə yaşayırıq ki, sənətə qiymət verən yoxdur. Sənətə düzgün qiymət verən yoxdur. Bu da bundan şikayətlənir və özünü nəyə bənzədir? Nəyə? Neyinədir? Nəyə? Tütək, musiqalidir. Axı tütəkdə bir qəmli, tütəkdə çalınan mahnılar adətən belə qəmli, kədərlidir. Sanki özündə, kim, indi qoysa deyil, kim deyirdi o tütəkdən o naləli, qəmli, fəğanlı mahnının səslənməsini deyirdi, nəyə bənzədirdi? Sanki deyir, o tütək qalmışdan hazırlanır axı. O qalmışlıqdan beri onu kəsib gətirirsən, vətəndən ayrıbsan. Kim deyirdi? Yox. Seyid Əzim Şirvani. Küşkül, Əla, Seyid Əzim Şirvani Küşkül. Orada da deyirdi, o neyin qəmli musiqi çalmasını bir növ ondan əlaqələndirdi ki, sanki vətəndən ayrıb getmişik, ona görə onda qəm kədər var. İndi bunun cismini ahla, dərdlə, fəğanla, sanki bir ney kimi dolu olduğunu deyən kim idi? Qövsi Təbrizi. Yada qalar mı? Beyt oxuyaq. Haray kim, nə dilim var, nə bir dil anlayanım. Yəni, bunu anlayan yoxdur bu devirdə, başa düşən yoxdur. Əgər ki, ney kimi cismim fəğan ilə doludur. Beyti testə verir və müəllifini istəyir. Müəllifi Qövsi Təbrizi. Gəldik nəyə? Gəldik bu dövrün məşhur aşıqlarına. Aşıq yaradıcılıq bu devirdə. Bilirsiniz, dastan da aşıq yaradıcılığıdır. Qızıl dövrünü yaşayırdı. Məşhur aşıqlarımız kimlər? Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım Hikmətdaşlı, Sara Aşıq, Aşıq Vali, indi gətirib testlərin içində sana yazacaq Aşıq Ələsgər, Dədə Aşıq Alı, bunlar 19-cu əsr aşıqdır. Bunlara qatmayın. Aydındır. Yeni dövrün aşıqları bunlardır. Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sara Aşıq, bir də Aşıq Vali. Aydındır. İndi gəldik şeirlərə. Testdə şeirlər bilirdi, bax, onu mənim kimi. Məsələn, sual dürsək ki, özünü Nəsimiyə bənzədən kimdir şeirində? Sara Aşıq. Şeiri, hansıdır şeiri? Gözəllik soy ilədir. Soy ilən nə demək? Soy ilədir. Yəni, gözəllik genetikdir. Soy iləndir, irsi bir şeydir, keçir. Gözəllik soy iləndir, şahmar da soy ilandır. Nəsimi tək. Bu aşıq yolunda soyulandır. Hansı yoldan söhbət gedir? Haqq yolundan, tutduğu əqidədən, özünü Nəsimiyə bənzətdi? Sara Aşıq. Yəni, insan məqsədli olmalıdır, insan qarşısına məqsəd qoyduysa, ona çatmağı bacarmalıdır. Nə olur olsun sözündən dönmə, tutduğun yoldan dönmə. Buna görə özünü Nəsimiyə bənzətdi. Sara Aşıq hansı janrından daha çox məşhurdur desək? Bayatlarıyla. Bu da bayatı idi bu dediğimiz. Bayatıda en çok fikir hansı mısralarda olur? 3-cü və 4-cü. Son 2 mısradır. Düzdür? Burada baştan bir dənə giriş. Şahmar. Şahmar nəyə deyil? İlanı. Yaxşı. Demək, en çok məşhurdur
bayatılar idi. Bəs yaxşı sual versə ki, ustadnamələrində sadəlik, nəciblik, ləyaqəti göstərən kimdir? Xəstə Qasım. İndi gəlin, bax bu bəndəki xüsusiyyətlərə baxaq. Bax, burada nə deyir? Deyir, ustadnamələrində təvazökarlıq, nəcabət, ləyaqət. İndi gəlin, bu üç xüsusiyyəti insana xas ən belə deyim də, vacib xüsusiyyətləri şeirdə göstərim sizə. Bir məclisə varsan özünü öymə. Bu hansı xüsusiyyətdən irəli gəlir? Təvazökar ol. Təvazökar ol, özünü tərifləyə durma. Tərifləmək lovğalıqdır. Şeytana bacil edib, kimsəyə söymə. Bu nədən irad? Mədəniyyətdən. Nəcabət, etiqam, mədəniyyət bir məclisdə neynə? Şeytana bac verib nə deməkdir? Şeytana uyub. Kimsəyə söymək nəcabətdən kənar olan bir şeydir. Yəni, insan nəcabətli olmalıdır. Qüvvətli olsan da yoxsulu döymə, demək ki, zorlayan qolum yaxşıdır. İndi təsəvvür etsən, özündən aşağı bir təbəqəni bir məclisdə aşağılayırsan, alçaldırsan. Elə qolum zorlu deyib ona, yəni özündən cılızı nə var ki, döyməyə, söyməyə, vurmaya, təhqir etməyə. Demək, əgər bunu edirsənsə, səndə hansı hiss yoxdur? Ləyaqət. Gördünüz, birinci misrada təvazökarlıq, ikinci misrada nəcabət, üçüncü, dördüncü misrada ləyaqətdən söhbət getdi. Gördünüz. Bu da bunun sübutu. Gəldik indi kimə? Gəldik Aşıq Abbas Tufarqalıya. Bu şeirini saxlamaq yadda çox asandır. Niyə? Yadda saxlayın. Aşıq Abbas, Abbas, Və bunun şeirinə baxın. Adam var. Burada hansı ifadə vasitəsindən? Təkrir. Anafor, efor. Anafor. Əvvəldə təkrir. Bax, bəndin əvvəlində adam var. Anaforaya çox qəşəng bir nümunədir. İndi gəlin görək hansı adamlardan söhbət gedir. Adam var ki, naşükürdür, nankördür, yalvalayır, nankördür adam var, çörək tapır. İndi A-aları yadda saxlayın. Abbas da aynandır, adam var, hamısı aynan. Abbasın şeirləri aynan başlayır. Beləcə yadda saxlayın. Şeirə baxaq. Adam var, çox işlər, eylər, irada. İrad, yəni qarşısına nə məqsəd qoyursan, işləyir, çalışır, vuruşur, məqsədinə çatır. İradədir. Aha, iradəsinə, muradına çatır. Adam var ki, yetə bilməz murada. Murad nə deməkdir? Arzusunu, istəyinə. Adam var, kimsə çata bilir, kimsə çata bilmir. Adam var, çörək tapmaz dünyada. İndi burada bir təzad var, əksliyyət var. Adam var, yağ yer, bal bəyənməz. Adam var, yağ bal yiyir. Amma naşıkırdır, nankördür. Adam da var, çörək tapır yemək. Burada bir bədii təzad var. İndi milli birlik, həmrəylik mövzusunda olan son iki misrada el arasında məsəl var. Nədir məsəl? Abbas bu sözləri adını çəkmir açıqca. Qoşmanın son vəzdidir. Abbas bu sözləri deyər sərindən, arxı vurun, suyu gəlsin dərindən. El bir olsa dağ oynadar yerindən. Bax, Abbasın sözləridir. Söz bir olsa zərb kərən sındırar. Kərən nədir? Kərən kötük var. Bax, belə qəssablar istifadə edir. Qəssablarda görərsiniz, belə böyük kötüklər var. Böyük kötük, ət doğramacı sayılır. Kərən olur. İndi bax, cümləyə gözəlliyə bax. El bir olsa deyir, dağ oynadar yerindən. Sözü bir yerə qoyub. Hamı eyni vaxtda yumruğunu kərənə çırpsa, onu parça-parça edirlər. Söz bir olsa, zərbi kərən, yəni bir zərbəni kərən sındırarsan. Buradan nə təbliğ olunub? Birlik. Bir də bunlardan sonra ki, hansı aşığımız Cənubi Azərbaycan? Cənubi Azərbaycanda Aşıq Abbas Tufarqanlı. Tufarqanlı bu Cənubi Azərbaycan. Təbrizi? Adı üstündə Təbrizi, nisbəsi. Təbriz nisbəsi. Burada Pəri mən demiş, qadanalı. Təbrizi nisbədir. Nispə nə deməkdir? Yaşadığı yer. Təbriz demişim. Təbrizdən. Yəni, o da mı Cənubi Azərbaycan? Cənubi, təbii ki. Şimalda Təbriz yoxdur, axı Cənubi Azərbaycan. Sonra gəldik kimə? Molla Vəli Vidadiyə, Vaqifin qudasına. Bu Molla Vəli Vidadiyə Gürcüstanda, İraq dilinin sarayında da yaşayıb bu.
Orada da həbsə salmışdılar. Bu məsələn saray şairi olub Vidadi. Sarayda da gözü görmədiyi daha zülm qalmadı. Ona görə qaçmağa çalışdı. Onu da tutdular, saldılar həbsxanaya. Yəni bu adam həbsxanada görüb, saray içində görüb, hər şeyi görüb. Ona görə Vaqifə, dostu Vaqifə dönə-dönə dedi ki, getmə saraya. Vaqif hansı sarayda xidmət elədi? Saray şairi. İbrahim xanı. Bu devir dedi ya, xanlıqlar devridir. Axırda Qarabağda İbrahim xanın sarayında yaşamadı mı? Orada yaşadı, yarattı. Vidadi ona çox dedi, axı görmüşdü hər şeyi. Getmə dedi. Amma getdi, gənc idi, çılğın idi. Təsəvvür prezident sizi dəvət edir ki, gəl yanında işte. Prezident aparatında işte getməzsiniz. Elə gedərsiniz, mən də gedərəm, qaça gedərəm. Vaqif də hökmdar dəvət edir, getdi. Çılğın gənc vaxtları idi. Amma ömrün sonuna yaxın gördü ki, yox, düz eləməyib. İndi gəlin görək, Vidadinin hansı şeirləri var? Bədbin ruh hakimdir. Özə testə belə düşür. Bunu düzgün fikir götürün. Deyir, Vidadinin kədəri xalq kədəridir. Biri var, məsələn, bu mənim dərdimdir, bu mənim problemimdir. Məsələn, bir ailə problemim var və ya sevgilimdən ayrı düşmüşəm. Bu mənim şəxsi problemimdir, oturub onun kədərini, dərdini çəkir, qəmini çəkir. Bu başqa şeydir. Vidadi xalqın dərdini çəkir. Vidadi millətin dərdini çəkir. Yəni, onun öz şəxsi problemi, xalqın problemi, öz şəxsi problemi hiss edir. Ona görə deyirik ki, Vidadinin kədəri xalq kədəri. İzahım edirsə nəyə görə? İndi baxaq, şifahi və yazılı ədəbiyyat ənənələrini davam elətdirib həm şifahini, həm yazılını. Şifahini edir, dedim, bayatını yazılır. Bayatını da qoşması da var, gəraylısı da var. Hansı janrlarda yazıb? Baxın, qəzəl, müxəmməs, hansı ki dövrdə çox məşhur idi, da yazmışam, ikisində də yazıb. Ondan sonra qoşma, gəraylı, bayatı, bədbin ruh var. Bu bədbin ruhun da səbəbi nədir? Bax, tarixi faciələr, o dövrdə yaşanan tarixi faciələr. Sonra, məhrumiyyətlər məruz qalan müasirlərinin taleyi. Məhrumiyyət nə demək? Məhrum bıraxıq. Qadağalar, müəyyən qadağalara məruz buraxılmış. Məhrumiyyətlərə məruz qalan müasirlərin taleyi, vətən həsrətindən doğan ictimai kədər. Dedim, o İraqlıdır, Gürcüstanda da yaşayıb, vətən həsrəti var idi. İctimai kədər onun əsərlərinin əsas mövzusudur, vətəndaş kədəridir, dediyi ən məşhur əsərləri hansıdır? Müsibətnamə mənzuməsidir. Bundan sonra Durnalar başqa kimin var ədəbiyyatda? Qasım bəy Zakirin var. Sonra bir də Könlümü rədifli qoşması. Bu ikisi qoşmadır. Bax, Könlümü bir də Durnalar. Bu ikisi qoşmadır. Müsibətnamə amma mənzumədir. Orada nədən danışır? Ədalətsizliyin qurbanı olan insanların faciəsindən. Belə. Asandır məncə. İndi bir sual cavab eləyək, görək kim yadına nə qaldı. Eləyək mi sual cavab? Görək yadda nə qaldı. Dur bir dənə videonu dayandırır.